Siz təsəvvür belə etməzsiniz ki, insanlar həyatlarında nəsə planlamağa və məqsədlər qoymağa başlayanda nə qədər axmaq bir səhvlər edirlər. Adətən necə edirlər? Adam başlayır demək ki, hər şey dəyişir, oturur, bir illik məqsədlərini yazır. 10 kitab oxuyacağam, 3 səyahət edəcəm, aylıq yüksək gəlir qazanacağam. Sonra da bu siyahıya baxıb fikirləşir. Hardasa bunu artıq görmüşəm. Bəli, düz deyirsən. Bunu keçən il görmüsən, eyni şeyləri yazanda, yenə heç nə alınmayanda. Bəs əgər yeni məqsədlər yazmazdan əvvəl keçən ilin dürüst reviziyasını etsən necə olar? Necə ki, alış-verişdən əvvəl qardırobuna baxırsan, nəyin var, niyə almalısan, nəyi geyinməlisən. Məsələn, səyahət planlayırsan, amma keçən il bütün pulunu lazımsız xərclərə tökmüsən. Nəticədə səyahətə heç nəyin qalmayıb. O zaman sənin real və ağıllı məqsədin nə olmalıdır? Bu yanaşma həyatını kökündən dəyişən bir yanaşma olacaq. Analizsiz planlama kağızda qəşəng görünən məqsədlər verir və ilin sonunda isə sənə bonus olaraq məyusluq və məndə resurs yoxdur ilə bəhanələnir. Əslində isə resurs yox deyil, doğru planlama yoxdur. Və məhz buna görə də bunu arzularını yarat marafonunda addım-addım öyrənəcəksən. Burada sən əvvəlcə öz keçən ilinin səhvlərini görəcək, sonra arzularını real şəkildə formalaşdıracaq və ən əsası onları gerçəyə çevirmək üçün düzgün sistem quracaqsan. Marafon bitəndə isə sən 2026-cı il artıq gerçək nəticələr verəcək şəkildə planlanmış olacaqsan üçün. Sadəcə kağızda yox, həyatında. Şərhlərdə arzu yaz. Sənə bütün detalları göndərib.